Bugün Böyük Qayıdış proqramı çərçivəsində Ağdərə rayonunun Suqovuşan kəndinə 185 nəfərdən ibarət 53 ailə köçürülüb. Keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərinə yerləşiblər. Bununla da bugünədək Ağdərə rayonunun Suqovuşan kəndinə ümumilikdə 126 ailə köçürülüb. Bugünkü gün mənim üçün tam başqa bir gündür, çox sevinçli gündür. Çünki uşaqlığım burada keçibdi, atalı-analı günlərim keçibdi, körpəliyim keçibdi, uşaqlığım keçibdi. Yəqin ki, uşaqlığımı doyunca yaşaya bilməmişəm, indən belə o illəri doyunca yaşayaram. İndi evlatlarımla qayıtmışam, bacım, qardaşım, bacım uşaqları. İnşallah xoş günlər görərik burada. 6 yaşında çıxmışam, 44 yaşında qayıtmışam. Açarların təqdimatı mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kəndə köçən ailələri təbrik edib, onlara firavan həyat arzulayıb. Bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır.